Hamıya salam. Bugün milli mətbəximizə aid olan kələm dolmasını bişirdim. Bilirəm ki, bizim xanımlar çox yaxşı bilir bu dolmanı necə bişirmək lazımdır. Bu axşam evdə dolma bişirdiyimə görə istədim ki, mən də video çəkim, sizlə bölüşüm. Kələmi videoda gördüyünüz kimi bölüb qoydum qaynamağa. Çəkilmiş ətə, düyü, soğan, göyərti, duz, istivot və yarım stəkan su qatıb qarışdırıram. Kələm qaynayıb yumşalandan sonra sudan çıxardıb, bərk yerlərini kəsib dolma bükürəm. Dolmanı qazanda yox, çuğun tavada bişirəcəm. Bu tavada yemək bişirməyi çox sevirəm. Çox rahat bir tavadır. Heç nə yapışmır və çox da dadlı alınır bu tavada bişirən yeməklər. Əti bükməyə yararsız olan balaca kələmləri də dolmanın üzərinə yığdım. Bizim evdə dolmanın rəngi ağ olanda heç kim bəyənmir dolmanı. Ona görə mən yayda bişirdiyim qırmızı biber pastasını qatdım. Su, sarı kök, duz əlavə eləyib yaxşıca qarışdırıb dolmanın üzərinə əlavə elədim. 2-3 dilim də kərə yağı əlavə elədim. Qapağını bağladım, qoydum bişməyə. Dolmanın rəngi də, dadı da çox gözəl alınmışdı. Siz də bişirin, nuş olsun.